Azərbaycanda gecədən başlayaraq ölkənin əksər rayonlarında hava şəraiti yağıntılı keçir. Yağıntılar bəzi yerlərdə intensiv leysan xarakterlidir. Dağlıq ərazilərə qar yağır, yağan qarın hündürlüyü Xınalıqda 20, Qızda, Quba 16, Şaxdağda 12, Kəlbəcərdə 5, Qusar və Laçında 4, Qubadlıda 3 sm-dir. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında eyni vaxtda Aran rayonlarında 11, Naxçıvanda 10 dərəcəyədə isti, dağlıq rayonlarda 2 dərəcəyədə şaxta qeydə alınıb. Son günlər ölkə ərazisində qeydə alınan aramsız yağışlar bir sıra sosial və tibbi problemləri də gündəmə gətirib. Hava şəraitində baş verən bu dəyişikliklər hər kəsə eyni təsir göstərməsə də, bəzi insanlar üçün təhlükəli ola bilər. Yeni Sabah az belə hava şəraitinin insanlara təsirini araşdırıb. Həkimlərin qeydlərinə görə, xüsusilə asma, bronxit və ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlar yağışlı havalarda daha ehtiyatlı olmalıdırlar. Rütubətin artması tənəffüs yollarında daralma yaradar və nəfəs darlığına səbəb ola bilər. Üstəlik, havadakı dəyişkən təzyiq ürək ritminə də mənfi təsir edir. Yağışlı hava ilə bərabər yolların sürüşkən olması hərəkət məhdudiyyətli şəxslər üçün təhlükəni artırır. Sürüşkən səki və keçidlərdə yıxılma halları bu şəxslər üçün ciddi xəsarətlərlə nəticələnə bilər. Şəhər infrastrukturunun bu cür hava şəraitlərinə uyğunlaşdırılması isə hələ də tam təmin edilməyib. Uşaq və yaşlılar da risk altındadır. İmmunitet sistemi zəif olan uşaqlar və yaşlı insanlar yağışlı havalarda tez-tez soyuq dəymə və qripə yoluxurlar. Valideynlərə uşaqları isti geyindirmələri və mümkün qədər yağışlı havada çöldə çox zaman keçirməmələri tövsiyə edilir. Psixoloji təsirlər də var. Mütəxəssislər əlavə edir ki, uzun müddətli yağışlı hava bəzi insanlarda əhval-ruhiyyənin aşağı düşməsinə, hətta depressiv əlamətlərin ortaya çıxmasına səbəb ola bilər. Günəş işığının azalması ilə bədəndə serotonin səviyyəsi düşür. Bu isə ümumi ruh halına pis təsir altına alır. Günəş işığının azalması ilə bədəndə serotonin səviyyəsi düşür. Bu isə ümumi ruh halına pis təsir altına alır. Mütəxəssislər yağışlı havalarda isti və quru geyimlərə üstünlük verilməsini, sağlam qidalanma və vitamin qəbulunun artırılmasını, həmçinin yaşlı və xəstə insanların açıq havada uzun müddət qalmamasını tövsiyə edir.